Salam. Duyğu daşlığımıza görə hər birimiz övladlarımızdan dalaşırıq. Uşağı ilə dalaşmayan robot Safi ola bilər ancaq. Burada diqqət edilməsi gerəkən bir nüans var. Üzr istəmə ifadələrimə görə çox qəzəbləndiyimiz zaman oğlan uşaqlarına şərəfsiz, alçaq, səndən adam olmayıb, qız uşaqlarını isə düşük, həyasız kimi ağır sözlərlə təhqir edirik. Aziz valideynlər, etməyin belə, olmaz belə. Davranış analizi tədqiqatçılarından Bell Sulzer'in şematik öyrənmə nəzəriyyəsində insan şematik öyrəndiyini həyatına alır ifadələri var. Əgər uşaqlarınızın həqiqətən də şərəfsiz, alçaq, həyasız olmalarını istəmirsinizsə, onların birbaşa şəxsiyyətlərini təhqir etməyin. Çox əsəbisiniz və mütləq şəkildə nəsə demək istəyirsinizsə, ona qəzəbləndiyiniz davranışı təhqir edin və onu ona yaraşdırmadığınızı deyin. Məsələn, bu alçaq hərəkəti sənə heç yaraşdırmadım oğlum, deyə bilərsiniz. Bir insana sənə paltarın yaraşmır dediyimiz zaman o neyniyəcək? O paltarını dəyişmək istəyəcək. Burada da eyni şəkildə ona yaraşdırılmayan hərəkəti, ona yaraşdırılmayan davranışı ehtimal ki, övladınız dəyişmək və ya düzəltmək istəyəcək. Qəzəbinizin pik nöqtəyə çatdığı bu kritik anlarda uşaqlarınızın şəxsiyyətini alçatmamağa diqqət edin. Bu çətin işdə uğurlar hər birinizə.